Salam əziz müdavimlər. Bugün sizə inteqrasiya və inteqrativlik haqqında olan mövzunun izahını verəcəm. İnteqrasiya nədir? Ümumiyyətlə, inteqrasiya sözünün mənasını başa düşək. İnteqrasiya əlaqəlilik, ardıcıllıq, bir-birini tamamlama, müntəzəmlik, sıralanma mənasında gedir. İnteqrasiya nəyə görə bizə lazımdır? Nə üçün şagirdə lazımdır? İnteqrasiya ona görə bizə lazımdır ki, biz bilirik ki, təhsil prosesi varisilik və fasiləsizlik prinsiplərinə əsaslanır. Təlim və təhsilin fasiləsizliyi, ardıcıllığı, yəni inteqrativliyi onun biri-birindən əlaqəliyindən asılıdır. Yəni biz bir fənni uşağa öyrədərkən onun yuxarı siniflərdə, daha yuxarı siniflərdə genişlədərək tədris edirik. Məsələn, ibtidai siniflərdə bir 10 dairəsinə toplama çıxma, sonra bir 100 dairəsində, 1000 dairəsində toplama çıxma, ardınca vurma bölmə, ardınca məhculu olan sadə tənlik, ardınca tam hissə modelinə əsaslanan məsələ həlli və s. Bunlar hamısı bir 10 dairəsindən toplayıb çıxmadan genişlənərək, daha çətin, hətta inteqrasiyaya, 11-ci sinifdə limitə və s. çatır. Yəni, hər bir fən tədris edilərkən, o ya həyatla əlaqəli olmalıdır, yəni həyatla əlaqəli olmalıdır, digər fənlərlə əlaqəli olmalıdır və öz daxilində genişlənərək tədris olunmalıdır. İnteqrasiya fənlərin və məzmunu pərakəndə şəkildə deyil, ortaq ideyalar, problemlər, dəyərlər formasında, münasibətlər formasında öyrətməyə, formalaşdırmaya deməkdir. Yəni, əslində əvvəl bunun inteqrasiyanın, belə deyək, tərifi belə deyildi. Amma müasir kurikulumda, yəni deyirlər ki, öyrətdiyiniz məzmun pərakəndə deyil, onlar əlaqəlidir, sistemlidir, bir-birini tamamlayır. İnteqrasiyanın 3 növü vardır. Fən daxili, fənlər arası və fən üstü inteqrasiya. Az öncə mənim bildirdiyim mövzu var idi. Misal çəkdim mən sizə ki, riyaziyyat belə öyrənilir, belə genişləndirilir. Yəni, fən daxili inteqrasiya nə deməkdir? Bir fənnin içərisində mövzuların əlaqəliliyi. Fən daxili inteqrasiya 2 yerə bölünür. Üfüqi inteqrasiya, bir də var şaquli inteqrasiya. Üfüqi inteqrasiya nə deməkdir? Şaquli inteqrasiya nə deməkdir? Xanımlar, yəni əziz müdavimlər, üfüq xəttini biz coğrafiyadan bilirik. Nədir? Belə köndələn bir düz xəttir. Yəni, eyni istiqamətdə gedən bir düz xəttir. Üfüqi inteqrasiya eyni il daxilində eyni mövzunun öyrənilməsi. Yəni, 11-ci sinifdə Azərbaycan dilinin mövzular arasında inteqrasiya, 5-ci sinifdə coğrafiyanın mövzular arasında inteqrasiya, 8-ci sinifdə Azərbaycan dilinin, da 8-9-dan yox, Azərbaycan dilinin 8-ci sinifdə inteqrasiyası. Şaquli inteqrasiya isə o deməkdir, aşağıdan yuxarı doğru, yəni 1-ci sinifdən 11-ci sinifə qədər. Məsələn, 1-ci sinifdə uşaq oxuyur, hecalara ayırır, sözləri birləşdirir, cümlə qurur. 10-cu, 11-ci sinifdə bədii üslub, publisik üslub və s. üslubları artıq seçə bilir. 5-ci sinifdə nitq hissələrini fərqləndirir. 7-ci sinifdə təhlili öyrənir. Yəni, mən Azərbaycan dili müəllimi olmadığım üçün tam siniflər düzgün deyə bilmərəm. Şaquli inteqrasiya mövzunu illər arası əlaqələndirmək. Yəni, 7-ci sinifdə 5-ci sinifdə öyrənilən dərs əsaslanmaq. 9-cu sinifdə 4-cü sinifdə öyrənilən dərsdən əsaslanmaq və ya 4-cü sinif olmaz, 7 olar, 6 olar əsaslanmaq. Yəni, üfüqü eyni il daxilindədir, şaqili müxtəlif illər daxilindədir. Burada kitabınızda da gözəl-gözəl burada nümunələr veriblər, onlara da baxa bilərsiniz. Daha sonra gəlir fənlər arası inteqrasiya. Fənlər arası inteqrasiya nədir? Fənlər arası inteqrasiya bir fənlə digərinin akustik şəkildə, əlaqəli şəkildə öyrənilməsidir. Məsələn, riyaziyyatı biz faiz mövzusuna çatanda, riyaziyyatda faiz mövzusunda məhlul adlı məsələlər var. Məhlulun qatılığına aid, məhlulun surətinə aid bu tipli məsələlərimiz var. Bu tipli məsələləri öyrənərkən biz kimya düsturlarından da istifadə edə bilərik. Və ya fizkanın hesablamalarında ixtisar aparma, üstü qüvvətin toplanması, çıxılması kimi mövzularımız var. Onlardan istifadə edə bilirik. Coğrafiyada riyazi hesablamalardan istifadə edə bilirik. Biologiya dərsində məsələlərin həllində riyazi hesablamalardan istifadə edə bilirik. Tarixi ölkəni öyrənərkən coğrafi məlumatlardan və ya coğrafiyanı öyrənərkən tarixi məlumatları istinad edə bilirik. Təsvirincə sənət dərsində ədəbiyyat nümunələrini və ya digər və s. kimi əlaqələr yarada bilir. Buna deyilir fənlər arası. Bir fənni öyrənərkən digər fəndən əlaqələndirmək.
Burada da yenə fənlərarası inteqrasiyaya aid bir çox nümunə göstəriblər kitabda, ona baxa bilərsiniz. Fənlərarası inteqrasiya başa düşüləsi olan ən asan inteqrasiyalardan biridir. Sonra gəlir fənüstü inteqrasiya. Fənüstü inteqrasiya isə mövzunun həyatla əlaqələndirilməsidir. Yəni, əslində inteqrasiyaların ən mühümləri budur. Mövzunun həyatla əlaqələndirilməsi nədir? Tutaq ki, uşaq məktəbdə cəmiyyətlərin dəyişməsini, ölçü vahidlərini öyrənir. Yəni, kiloqramı qrama, qramı kiloqrama çevirir, tonu sentinerə çevirir, saatı dəqiqəyə çevirir və s. və axır. Və ya saatı öyrənir. Birisi riyaziyyat dərsində öyrədilir saat, ibtidai siniflərdən etibarən. Saatı öyrənən uşaq neyinir? Fənüstü inteqrasiyada həyatda istifadə edir. Kiloqramı tona, tonu kiloqrama və ya kəmiyyət dəyişmələrini öyrənən uşaq neyinir? Gedir 5 kilo armud alır, 5 kilo 200 qram armud eləyir, onun qiymətini hesablamağa bilir. Maliyyə savadlılığını öyrənən şagird pul alıb-verində diqqətli olur. Ölçü vahidlərini, santimetr, millimetr ölçən şagird, sahəni ölçməyə bacaran şagird neyinir? Sabah gedib hər hansı bir evdə, hər hansı bir yerdə bir usta işləyərkən o vahidlərdən istifadə edir və s. və axır. Fənüstü inteqrasiya 21-ci əsrdə daha çox tətbiq olunmağa başlayıb. Burada bir çox elmi izahlar var. Onları özünüz oxuyub yadda saxlayarsınız. Mən sizə bunları şablon kimi ötürməyi istəməzdim. Yenə deyirəm, fənüstü inteqrasiyanın əsas məğzi odur ki, şagirdlərin belə deyək, həyatla əlaqəni öyrətməyə, həyatla əlaqənin nə dərəcədə belə deyək, vacib olduğunu öyrənməyə kömək eləsin. Burada fənüstü inteqrasiya və şaqili inteqrasiya müqayisəsi var. Gəlin baxaq. Ümumiyyətcə, bunların əsas mahiyyəti nə oldu? Şaqili inteqrasiya, yəni yuxarıdan aşağı inteqrasiya eyni məzmun xətti ilə müxtəlif bacarıqları müxtəlif siniflərdə formalaşdırır. Fəndaxili inteqrasiya eyni məzmun xətti üzrə eyni il daxilində bacarıqlar formalaşdırır. Sinifin, belə deyək, fəndaxili inteqrasiyada sinifin səviyyəsi dəyişmir üfüqüdə, çünki eyni ilin içində olduğu üçün dəyişmir. Şaqili inteqrasiyada isə sinifin səviyyəsi dəyişir, çünki siniflər dəyişir. Məzmun xətti inteqrasiya belə deyək də, fərqli məzmun xətlərində paralel şəkildə inteqrasiya olunur. Bilirsiniz, məzmun xətti dəyişmir, amma fəndaxili üfüqüdə məzmun xətləri paralel şəkildə inteqrasiya olunur. Şaqili inteqrasiyada isə eyni məzmun xətti saxlanılır, məzmun xətti aralarla dəyişmir. Hər ikisində demək olar sabitdir, sadəcə paralel şəkildə inteqrasiya olunur. Fəndaxili, yəni paralel sözünü görəndə fəndaxili götürürsünüz. Bacarıqların inkişafı paralel və qarşılıqlı tamamlayıcıdır. Yəni, üfüqi inteqrasiya, fəndaxili üfüqi inteqrasiyada bacarıqlar paralel qarşılıqlıdır. Fəndaxili şaqulidə isə ardıcıl mərhələli dərinləşən. Baxın, paralel qarşılıqlı, yəni eyni istiqamətdə, eyni səviyyədə bir-birini tamamlayan deyiliksə, bu olur üfüqi inteqrasiya. Ardıcıl, mərhələli dərinləşən, yəni elə bir pillə qalxırıq. Axı biz şaqili inteqrasiya dedik, genişlənəcəkdir. Genişlənirsə, ardıcıl, mərhələli dərinləşən olur. Bu da fəndaxili şaqili inteqrasiya deməkdir. Bu mövzunun testlərini Allah qoysa yenə sizinlə işləyəcəyik, səhifəmizdə bölüşəcəyik. Yeni mövzular, yeni dərs izahları üçün səhifəmizi izləyə bilərsiniz. Mən sizə minimum şəkildə inteqrasiya nədir izah etdim. Daha geniş, daha gözəl mövzuları dərindən öyrənmək üçün YouTube kanalımıza abunə ola bilərsiniz və ya hazırlıq üçün müraciət edə bilərsiniz. Hər birinizə uğurlar.